Noyabr ayının əvvəlində Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinləri konfransı ləğv edildi. Bu barədə İsrail National News saytı belə yazır. Avropa Ravvinləri konfransının 33-cü sessiyası bu ilin noyabr ayının əvvəlində Bakıda keçirilməsi planlaşdırılan toplantı ciddi təhlükəsizlik narahatlıqları səbəbindən ləğv edilib. Son bir neçə saat ərzində Türkiyə və İranda yaşayan və tədbirin Bakıda keçirilməsinə qarşı çıxan Azərbaycanlıların paylaşdığı düşmənçilik dolu sosial media paylaşımları yayılmağa başlayıb. Tədbirin təşkilində iştirak edən mənbələr bildiriblər ki, konkret təhlükə barədə xəbərdarlıq alındıqdan sonra təşkilatçılar yerli hakimiyyət orqanları ilə məsləhətləşmələr aparıblar. Məsləhətləşmələrdən sonra konfransın təxirə salınaraq başqa yerdə və başqa tarixdə keçirilməsi qərarı alınıb. Konfransda İsrailin baş ravvinləri Ravvin David Yosef və Ravvin Kalman Ber, eləcə də nazirlər Amikhay Şikli və Amikhay Eliyahu iştirak etməli idilər. Avropa Ravvinləri konfransı dərin təəssüf hissi ilə bildirir ki, nəzarətimizdən kənar səbəblərə görə Bakıda gələn həftə keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinləri konfransını və onun 70 illik yubileyi tədbirini təxirə salmağa məcburuq. Konfrans nümayəndələri yaxın günlərdə dəvətlilər və tərəfdaşlarla əlaqə saxlayaraq yeni planlar barədə məlumat verəcəklər. Bəyanatda həmçinin qeyd olunur ki, Avropa Ravvinləri konfransı Avropa Yəhudi icmalarına dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edir və gələcəkdə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirir. Tədbir iştirakçılarına göndərilən məktubda isə deyilir: Hörmətli ravvinlər, ravvinin xanımları və konfrans qonaqları, təəssüf ki, nəzarətimizdən kənar səbəblərə görə gələn həftə Bakıda keçirilməsi planlaşdırılan konfransı təxirə salmalı olduq. Münhendəki əsas ofisimiz yaxın günlərdə dəvətlilərlə əlaqə saxlayaraq yeni planlar barədə məlumat verəcək. Əziz izləyicilər, yayılan məlumatda bir neçə məqam diqqət çəkir. Diqqət çəkən birinci məqam budur ki, Avropa Ravvinləri konfransı tədbirin ləğv edilmə səbəbi kimi birbaşa olaraq təhlükəsizlik məsələsini göstərir. Onların bu məsələni açıq-aşkar etiraf etməsi qəribə göründüyü qədər eyni zamanda reallığı əks etdirir. Necə deyərlər, Cuhud rejimi kəşfiyyatının burnuna iy dəyib. Bunlar çox gözəl bilir ki, Şah İsmailin nəvələrinin yaşadığı bir ölkədə ravvinlərin konfransını təşkil etmək göz görə-görə təhlükəyə girməkdir. Yayılan məlumatda diqqət çəkən ikinci məqam isə tədbirin ləğv edilmə səbəbi kimi Türkiyə və İranda yaşayan Azərbaycanlıların sosial şəbəkələrdəki fəallığının göstərilməsidir. Hər kəsə məlumdur ki, ictimai narazılıq bir neçə şəxs və ya kiçik bir qrup vasitəsilə yarana bilməz. Düşmən belə sözlərdən istifadə etməklə İranda fəaliyyət göstərən media kanallarını səbəbkar kimi göstərmək istəyir və xalqı bu mövzudan ayırır. Onların fikrincə, güya bu işi 5-10 nəfər insan təşkil edib və xalq isə ravvinlərin gəlişinə olduqca müsbət yanaşır. Amma hər kəsə məlumdur ki, nə adi insanlar, nə də məsumlar xalq dəstəyi və ictimai dayaq olmadan iş görə bilməyiblər. Ravvinlərin gəlişinin ləğv edilməsinin bir nömrəli səbəbi məhz xalqın bu məsələdə irəli gəlməsi və etiraz etməsi oldu. Düşmən ənənəvi taktikalarına sadiq qalaraq xalqı yuxuya verməyə, ümidsizləşdirməyə və baş verən hadisələrdə onların payının olmadığına inandırmağa çalışır. Bir daha qeyd edirik ki, Cuhudların qorxuya düşməsinin əsas səbəbi məhz xalqın zirək hərəkət etməsi oldu. Düşmən bu il Azərbaycanda artıq 3-cü məğlubiyyətini və rüsvayçılığını yaşayır. Xatırlayırsınızsa, Aşura gününü Tasura günü qeyd etdirmək istəyən Əliyev hakimiyyəti böyük məğlubiyyətə uğradı və xalq bu mövzuda ağıl və bəsirətlə hərəkət etdi. Hakimiyyət elə bilirdi ki, bu xalqa onu 9 kimi qəbul etdirə biləcək. Lakin nəticələr tam əksinə oldu və əsasən də xalqın dindar kəsimi bunun hiylə olduğunu aşkar etdi. Hakimiyyətin və Cuhudların ikinci məğlubiyyəti bir neçə ərəbin Şəhidlər Xiyabanında tərxəçlik etməsi hadisəsi oldu. Xalq həmin hadisədə Cuhudların əlinin olduğunu aşkar etdi və bu oyuna getmədi. Üçüncü məğlubiyyət isə ravvinlərin gəlişi mövzusunda oldu. Xalq ayağını yerə möhkəm basdı və Cuhudlara nifrətini bildirdi. Cuhudlar isə bu məğlubiyyəti kompensasiya etmək üçün səbəbkar kimi İranda fəaliyyət göstərən media kanalını və Türkiyədəki Azərbaycanlıları göstərdi. Əgər həqiqətən də səbəbkar İran və Türkiyədəki Azərbaycanlılardırsa, niyə Bakıda keçiriləcək tədbiri ləğv edirsiniz? Axı bu tədbir nə Tehranda, nə də Ankarada keçirilmir. Azərbaycan xalqı Cuhudlara qucaq açmaq istəyirsə, xaricdə yaşayan həm yerlilərimiz buna necə mane ola bilər? Sonda bu uğurun ərsəyə gəlməsinə əməyi olan hər kəsə, istər video çəkən, istər sosial şəbəkələrdə bu mövzunu işıqlandıran, istər bu təbliğat üçün pul xərcləyən, istərsə də dua edən hər bir şəxsə təşəkkür və dərin minnətdarlığımızı bildiririk. Bu hadisə məşhur atalar sözünün doğru olduğunu bir daha isbat etdi. El bir olarsa, dağ oynadar yerindən.